Mənim əziz izləyənlərim, o ki sizə qolum vermişdim və dəyərli sənətçimiz burada, müğənnimiz, fəxrli müğənnimiz İlyas xanımla mənim neçə mahnılarımdan oxuyublar və indi birinci də inşallah oxuyun burada efirdə görəcəksiniz. Bir yarım saata qədər sizə sürpriz eləməliyik. Oldu mənim mahnımın adı. El çatmazsan. Hoş geldiniz Mənsur bəy. Bizim Bakımıza, vətənimizə hoş gəlmisiniz, hoş bulursunuz və salamlayıram. Bütün Azərbaycan millətimizi, gözəl musiqi sevər xalqımızı, gözəl dostlarımızı, sizi sevir, bizi sevənlər herkese buradan çox salamlar olsun və nə yaxşı ki gəldiniz və nə yaxşı sizi tanıdım və bu tanışlığın səbəbkarı bizim xalq şairimiz, gözəl bəylərimiz Vahid Əzizdir. Vahid müəllim buyurdu ki, biraz bizim öz belə bir müəllim var, sözlər mənimdir, musiqi Mənsur bəyin səssiz, Mənsur səssiz, nə gözəl. Mənsur bəyə məxsusdur və Mənsur müəllim özü mənə telefon açdı ki, belə bir müəlliməm var, dinlədi izini, qulaq astım, çox bəyəndim, çox sevdim, çox maraq oldu məndə. Həm sözlər, həm musiqi bir-birini bir gözəl bir təmas yaranıb bir-birinə. Sizin dəyərli səsiz. Çox sağ olun və olub bir gülbüketi. Həmin gülbüketində bugün inşallah Mənsur müəllimin elə qarşısında, əziz müəllimin qarşısında ifa edəcəyi çox sevə-sevə, çox şad oldum. İnşallah bu projelər davam edəcək. Sizi sevənlər, bizə də əzizdir, bizə də doğmadır, bizi sevənlər də. Yəni bu tanışlıq gözəl bir tanışlıq oldu, gözəl bir ünsiyyət oldu. Çox xoş oldu. Sağ olun, mən Çox xoş gəlmişsiniz. Yazın, yaradın. İnşallah. Siz də biz də hamımız oxuyaq da, ifa edək. Bu gözəllik həmişə mən deyirəm, musiqi bir qidadır, insana bir cövhər, bir dərman, gözəl bir hisslər aşılayan bir dəyərli bir xəzinəmiz. Öpürəm. Sağ olun.